Artıq əvvəlki qaydamıza geri dönürük. Həftənin 3 günü, 1-ci, 3-cü, 5-ci günlər canlı olaraq qarşınıza gələcəyik. Eyni saatda, eyni vaxtda qonağınızıq. Bizi qarşılamağa hazırsınız? Darıxmışsınızmı deyə sual versəm, görəsən bəlimi cavab verirsiniz, yoxsa necə? Əminəm ki, yurdumuzun insanı, yurdumuzun musiqisini sevən insanlar, qonaq gəl bizəni də sevərək dinləyən insanlardır və bizi eşitdikləri üçün əminəm ki, çox da sevinirlər, çox da məmnundular. Qısacası, biz tətildən qayıtmışıq. Siz də gəlin, qonaqlığa başlayaq. Qonaq gəl bizə bundan sonra Marshall Park'ın sponsorluğu ilə davam edəcək. Yəni, artıq bizim studiyamızda bax bu səsi eşidəcəksiniz. Marshall Park'ın sponsorluğu ilə Qonaq gəl bizə başladı. Studiyamızın mövsümdən qayıdarkən ilk qonağı Azərbaycan Respublikasının xalq artisti, gözəl xanım, gözəl sözlü xanım, avazlı xanım, Gülyaz xanım Məmmədova qonağımızdır. Salamlayıram bütün dinləyicilərimizi, bu Yurd FM sevərlərini, hər birini salamlayıram və bilik günümüz mübarək olsun. Adətə bizdə 1 sentyabr olardı, həmişə mənim uşaqlıq dövrümdə, bizim vaxtımızda. İndi 15 gün bu yana gəlib. Yəqin bu hava istiləri ilə bağlı olduğu, ya bilmirəm, səbəbindən də bilmirəm. Oldusa da neyniyək? Neyniyək, olur. Yaxşıdır, yaxşıdır. Yox, bizə görə heç namaz 15 gün tıxac gec başladı. Bizə görə budur. Müsbət tərəfi amma budur. Amma hər bir halda iş işdir. İş işdir, məktəbdir, bilik, elm vacibdir. Və buna görə də mən bütün tələbələrimizi, şagirdlərimizi, balacalı, böyüklü müəllimlərimizi hamına təbrik edirəm, uğurlar arzulayıram özümə də, sizə də, hamıya. Çünki elə həyatımızı, elə uşaqlığımızı bağçadan keçirəndən sonra, bağçadan sonra məktəb illərimiz ki başlayır. O deyir, oxumağı, yazmağı sən bizə bəxş etmirsən, doğma vətən sözünü qəlbimə nəqş etmirsən. Ana vətən sözünü ilk dəfə yazdırmışsan, tutub kiçik əlimdən, əziz müəllimim. Belə bir şeylər var, deyimlər var. Yəni, mən nəyi demək istədim? Hətta mahnılar, nəğmələr də qoşur, bilirsiniz ki, belə gözəl sözlərə. Bəxtər Vahabzadənin bir müəllim şeiri vardı. O qədər dəbdə idi ki, hətta ona mahnı da yazılmışdı. Yəni, bu müəllim müqəddəs bir kəlmədir, müəllim sözü. Bəli. Və elm o qədər vacibdir ki, onu demək istədim ki, ilk bağça həyatımızdan sonra öyrənməyə başlayırıq. Bağçada da başlayırıq, amma məktəbdə bambaşqa bir dövr başlayır. Nə qədər dərsliklər, nə qədər elmlər, bədən tərbiyəsi, nə deyirlər, əruzumuzdan başlayır, sonra dilçilik deyirik də belə. Hamısı şərtdə, hamısı. Ümumiyyətlə, insanın hər tərəfli. İnsan beşikdən qəbrə qədər öyrənir. Həyatda müəllimlərimiz var, məktəbdə müəllimlərimiz var, institutda müəllimlərimiz var, bir də həyatda müəllimlərimiz var. Bəli. Ona görə də o bizə dərs öyrədən hər mənada müəllimlərimizə təşəkkür edirik. Təşəkkür edirik, can sağlığı arzulayırıq. Müəllimlər heç vaxt unudulmur. Heç vaxt unudulmur. Yaxşı müəllim ümumiyyətlə unudulmur. Valideynlərimizdən sonra onlar bizim ikinci müəllimimiz olurlar. İkinci valideynimiz olurlar. Gülyaz xanım, hətta mən deyərdim ki, yaxşı müəllim var, valideyndən daha böyük bir rol oynayır. Həyatımızı dəyişir. Sənət seçməyimizi, yol almağımızı, bütün təfəkkürümüzü, dünya görüşümüzü bəzən o müəllimə borclu oluruq ki, onun hansısa sözləri ömür boyu yaddaşımızda qalır. Odur ki, yaxşı müəllimlərimizi, müəllimlik adını layiqincə daşıyan bütün müəllimləri də təbrik edirik. Tədris ili münasibətilə Allah müəllimlərimizə güc qüvvət versin, səbir versin. Övladlarımıza savad versin inşallah. Zaten oxuyurlar, oxumayanlara görə səbir versin. Səbir versin. Amma mən deyim, onu da əlavə Aysel xanım, deməsəm ürəyim dayanar, niyə? İndiki zamanda mən nədən çox razıyam, narazı deyiləm, razıyam. İnanırsınız, nə qədər əlavə hazırlıqlar var orta məktəbdə, hələ özüm demirəm, orta məktəb, məndə musiqidir.
İnanırsınız, əlavə hamısı müəllim yanına gedirlər. Bu gözəl bir şeydir ki, daha da çox öyrənsinlər və çox bal toplasınlar. Amma mən bunu biraz başqa tərəfdən yanaşarıq, amma verilişimiz o deyil. Biraz o da deyil. gec başlamışıq. İstəmirəm oralar. Nədir bə verilişimiz? Verilişimiz qonaq gəbzidir. O təhsil Elə sayəsində bildim danışardım. bilik günü ilə bağlıdır. Məktəbə uşaq göndərən bir valideyn olaraq deyə bilərəm ki, o heç də tam da yaxşı tərəfləri yoxdur o hazırlıqların, amma nə isə o başqa bir Vallahi mövzudur. mən deməzdim. Bizim də vaxtımızda dərs keçirdikdə müəllimin dərsindən kifayətlənirdi. Heç orta məktəbdə ancaq instituta hazırlaşanda hazırlığa gedirdi. İndi çox öyrənmirlər də. Məsələ odur ki, bir yerdən öyrənirlər. Məktəb təhsili qalır, gedirlər hazırlığı öyrənirlər. Məktəb təhsilini başlayırlar yavaş-yavaş yola verməyə. Bu ayrı bir mövzudur. Ürəyim dolu. Onda toxunmayaq. Ana kimi gərək ilk gündə gəlin xoş-xoş söhbətlər eləyək, qəşəng söhbətlər eləyək. Deməli, bir onu soruşum. Siz evdən tələbə yola salmadınız. Düzdür, mən bilən oğlunuz artıq çoxdan bitirib. Yox, mənim oğlum bitirib, 15-də çoxdan bitirib. Çünki elə yadımdadır ki, məncə maşallah artıq bəli. böyükdür. Deyəcəkdim, bəlkə siz də tələbə yola salmısınız. Yox, artıq işləyir. Çox şükür, çox şükür. Birazdan danışacağıq. Özünüz necəsiz? Yaxşısınız? Şükür. Maşallah çox yaxşı görünürsünüz, həmişəki kimi. Təki canınız, başınız sağlam olsun. Yaxşı, indi bu sualı da vermək Gülyaz xan. Ürəyimdə qalıb, o deyir, mənim adamımsa desəm öldürərlər, deməsəm ölürlər söhbəti, ölürəm söhbəti. Deməsəm ölürəm. Hə, yəni deməsəm ölürəm. Niyə gəlmirdiniz verilişimizə? Gülyaz xanım o vaxtdan gəldi, getdi. Ümumiyyətlə, mən dinləyicilərimizə deyim ki, İşin mətbəx qismini biz heç vaxt efirdə açmırıq da, bu etik deyil. Amma bu mətbəx deyil də, bu göz önündə olan şeydir. Əziz dinləyicilərimiz, bu bizim dəyərli xanım... Niyə gəlmirdim? Gözəl də çay verirsiniz, şokoladla. Deməli, dəyərli dinləyicilərimiz, şokolad ki... Mahnı oxuyur ki, oralara girmə. Yox, nə deyirsən, danış. Respublikamızın bu gözəl xalq artistləri, bu gözəl dəyərli xanımlar, bacılar var. Gülyanaq və Gülyaz bacıları. Allah ömür boyu adınızın bərabərliyini ayırmasın bir yerdən. Bacılığınız onsuz da ayrılası deyil, o heç, amma adınız belə ayrılmasın. Bu iki bacılarda belə bir məsələ var. Əslində Gülyaz xanım böyükdür, Gülyanaq xanım balacadır. Amma işin məsuliyyət qismi Gülyanaq xanımdadır. Bu çəkilişlərdən danışıram, sənətdən danışmıram. Çəkilişləri idarə etmə sistemini Gülyaz xanım yükləyib Gülyanaq xanıma. Məsələ belədir. Hansı verilişə Gülyaz xanım getmək istəmirsə, deyir ki, Gülyazdan soruşun, ya Gülyanaqdan soruşun, görün qrafikimiz doludur, yoxsa yox. Düz deyirəm, düz demirəm. O da mənə deyir, da. O eyni. Onda bir-birinizin üstünə atırsınız. Yox, atmaq yox. Deməli, yığır ki, filan tarixdə nə işimiz var? Peşman tarixdə nə işimiz var? Belə bir şey olur. Amma el şənlikləri olanda, toylar olanda. O heç, onu artıq... Artıq onu həvalə eləmişəm Gülyanağa. Gülyanaq xanım. Dedim Gülyanağa o işə sən bax. Deməli, geyim məsələsində də sizsiz, düzdür? Yox. Eynən, məsləhət eləyir, o da yığır. Gülü necə inək? Mən yığıram, gülü necə inək? Heç olur, razılaşmır sizlə geyimdə ki, mən bu dediyini geyinmək istəmirəm. Yox, heç nə demir. Yox, valla. Birdən deyir ki, biz bilirsiniz nəyə hərəkət edir? Məsələn, adi bir şey deyim, deyir, gülü göy donlarımız nə qəşək, gəl onu geyinək. Orada arıq görsərsən, sən axı kökəlmisən. Aha. Onda Gülyanaq xanım bilir harda. Boynumu alıram, yaman çəki almışam. Deməli, mən də deyirəm ki, məsələn də deyirəm, gülüm, o şarfı harda qalıb? Sizdə qalıb. Mən o deyir, yox, bizdə qalmayıb. Yaxşı bax da, keçən dəfə sənin sumkanda getdi. Belə şeylər olur, zarafatlar. Belə geyimləri oyam. Sonra başlayır geyim dəyişməyə. Sonra məsəl üçün düşünürük repertuara görə ki, açılışdır. Toyun açılışında biz toya 2 paltar götürürük ya 3 paltar. Niyə? Həm tərləyirik, isti olur. Həm də gözəllik üçün açırıq. Ən birinci gözəllik üçün. Bir toyda 2-3 paltar dəyişirsiniz. 2 paltar ən azı dəyişirik biz. Niyə? Yarıya qədər bir paltar, yarıdan sonra 2-ci paltar. Niyə? Çünki həm gözəllikdir, toy sahiblərinin çox xoşuna gəlir. Asobu da deyirlər ki, bizim toya 2 paltar geyinir. Olub belə də olubdur. Hə, xoşları gəlir. Və yaxud da açılışın geyimi biraz pərvazlı olur da. Axı rəqs eləyirik, oxuyuruq. Açılışımız fərqlidir axı bizim gözəl vağzalı ilə. Biz vağzalını dəbəs aldıq toy açılışlarına. Xüsusi açılışlar biz vağzalını dəbəs aldıq. Sonra biz hətta toyda el şənliyində oxuyurduq. Toyun axırında bəycəlini yola salanda oxuyurduq ki, dayanıb qarşımda bir gözəl ceyran. Belə bir səsim işləmişsərsən. Çox oxumuşam dünən. Deyərəm o barədə. Yəni, nə edirdim? Ona görə çoxları həmin şey baxırlar ki,
toyda bunlar nə qəşəng şeylə qəzəllər oxuyurlar. Axı onların toyudur. Orada durub yarə bitirmişəm neçə gündür yarım oxumayacağam ki. Düzdür. Ona görə onlara uyğun oxumalısan. Damara ki, baxıb onlara qan alırsınız da, könülləri belə xoş deyək. olsun. Bəli. Bəli, könülləri xoş olmaq üçün toyu toy kimi oxumalısan. Belə konsertdir lazım. Niyə? Toyda elə şeylər istəyirlər, muğam istəyirlər, muğam oxu istəmirlər, oxuma. Bu belə. Bəli. O Bəli. ev yəsi bilir də kimi çağırıb və ondan nə istəməlidir. Yəni buna görə toyun yarısından Gülyanaq biləndə ki, paltarlar dəyişək, rahat geyinək artıq. Paltar deyil, məni sıxdı. Gedib dəyişək. Olur ha, belə şey də olur. Yaxşı, o çox şeydə razılığa gəlirsiniz. Bəs heç baş-başa o dirəşdiyiniz məqamlar yoxdur? Yəni bir-birinizlə çaxnaşdığınız. Olub, əvvəllər olurdu. Siz necə? Bu əsər yox, bu mahnı yox. Burada boğaz xoşuma gəlmədi. Təbiidir, təbii haldır. Bizdə heç küsmək olmur. Saniyə çəkmir. Buradan hirslənirəm, məsələn, coşuram. Niyə belə oldu? Niyə belə elədin? Sonra 2 saniyə sonra yığıram. Gülü, toya necə yiyəcək? Konsertə sən mahnı tək edirsən. Küsməyə vaxt yoxdur. Beşə bir yerdə gedək. Yox, küsməyə vaxtımız yoxdur. O qəşəngdir. Vaxtınız olanda küsərsiniz. Küsməyə vaxt yoxdur vallahi. O da pis bir şeydir. Doğrudan da elədir. Mən də baxmışam iş yoldaşına, sənət yoldaşına adam küsə bilmir. 5 dəqiqə sonra iş üçün danışmalısan, axı məcbursan yəni. Mən deyərdim ki, bu küsməklər hamısı bizə demirəm, özüm zayıflayıram, sənət şou aləmində. Hamısı bunlar bir ideya ilə yaşayırlar ki, anti-reklam da reklamdır. Elə deyil. Mənim üçün elə deyil. Mən də o fikrinə razı deyiləm. Anti-reklam niyə reklam olsun? Yəni, onu biri deyir ki, ayda fərqi yox deyil. Hamı məni pisləyəndən sonra nə qədər toyum çıxdı. Yaxşı sözdür bu. Heç də yaxşı söz deyil. Heç də yaxşı şey deyil. Amma doğrudan bundan istifadə edirlər. İstifadə mən reklamda sizə qəşəng söhbətlər danışaram. O misal üzərində. Xalqın arasında hər həyatımız, hərəkətimizə fikir verməliyik. Valla verməliyik. Həqiqətən də elədir. Həm sənətkar olduğunuz üçün, həm xanım olduğunuz üçün. Biz hamının evinə qonaq gedirik. Ürəyim, Ayselim, hamının evindəyik biz. Hər kəsin televizor açır, YouTube-u açır, Instagram açır, TikTok açır. Hamının evindəyik biz. Hamının telefonundayıq. Və böyüyən balalar nə öyrənsin? Tanınmaq əlbəttə ki, bu sənət üçün lazımdır, amma sevilmək daha önəmlidir. Tanınmağa nə var ki, yəni bugün hamı tanınar. Bir dənə orada hər türlü tanına bilərsən. Hər cürə, yəni bir dənə bir orada açsın efirdə və tanındı, ondan da getdi. Amma necə tanınacaq, o seviləcək mi, o önəmlidir. Gəlin belə eləyək. Bir mahnı dinləyək. Dinləyək. Mahnıdan sonra yavaş-yavaş söhbətlərimizə, suallarımıza. Mənə dedilər ki, birinci dodaqda gəzi vermək istəyirsiniz. Bu mahnı sözləri Bəxtiyar Vahabzadənin də musiqisi bizim populyar müğənnimiz, sevilən müğənnimiz, mənim tələbəm muğam, estrada müğənnisi, amma muğamda mənim tələbəm. Bizim çox sevilən kim? Kim? Elnarə Xəlilova. Əziz dostlar. Doğrudan Elnarə xanım sizin tələbəniz olub. Həm də gözəl mahnılar yazır, gözəl müəllimədir. Davam edirik. Gözəl ifadən sonra Gülyaz xanımın sözləri nə qəşəng idi. Deyirəm, elə biz musiqi də yaraşıb. Çox yaraşıb. Elnarə xanıma halal olsun. Onun sənətində. Elnarə mənim gözlər klipimi çəkdi axı. Çoxları bəyəndi, çoxları dedi yox, olmayıb, amma olub faktlarla. Çünki o şləpada var idi da. Hamısı olub şəkillərlə, gerçək şəkilləri mən sizə göstərərəm. Ruhəngiz xanımdan geyim istəməmişdiniz? Yox. Onun stilinə çox belə. O operanın nə danışırsınız? Bizim operada tamaşadandır o. Bizim tamaşalarda giyilir. Bacıyema Traviata. Çox qəşəng. Operalarda giyilən fərqli. Deyirəm ki, əgər izləməmisinizsə, YouTube-da Gülyaz xanım yazın, gözlər. O qırmızı bizim türklülüyümüz, keçmişimizdir. Onu Elnarə xanım danışsaydı özü daha gözəl olardı. Yəni insanlar bəzən hər şeyi bu gün kimi görürlər. Elə deyil. Bizim tariximiz var. Burada göstərilən geyimlər bizim keçmiş tariximizdir. Ümumiyyətlə Elnarə xanımın bir başqa dünyası var. İnşallah bir gün qonağımız olar. Sonra boynumdakını dedilər ki, o uyğun gəlmədi, amma gəlmişdi. Bilirsiniz niyə? Keçmişdə padşahlarımız Ərəbistandan, dünyanın hər yerindən necə gözəllər gəlirdi. Deyir, Rum gözəli, Təbriz gözəli, nə bilim, nə gözəli deyiblər axı keçmişdə. Bəli. Gülyaz xanımı və Gülyaz xanım fərqli bir obrazlarda görəcəksiniz. Dolu bir klipdir. İzləyə bilərsiniz. Gözlər yazın, YouTube-dan izləyə bilərsiniz. Biz klip təqdim eləyə bilmədiyimiz üçün biz radioyuq, ancaq haqqında danışa bilirik. Bəli. Buyurub izləyə bilərsiniz. Deməli, 099 6 907 907 nömrəmizi bir daha xatırladıram. Zəng etmək istəyənlər, yazmaq istəyənlər 099 6 907 907 sizin ixtiyarınızdadır.
Hə, biz Gülyanaq və Gülyaz bacılarından biraz münasibətlərindən danışdıq. Mənə maraqlıdır. Gülyaz xanım, bizi bunu bilməyənlər yoxdur təbii ki. Sizi tanıyanlar, sizi sevənlər bilirlər sizin belə deyim, musiqi həyatınızı, karyeranızı bilirlər. Amma indi əgər bilməyənlər varsa bir-iki sual verəcəm ki, üstündən keçək. Birinci sənətdə siz olmusunuz. Evet. Sonra Gülyanaq xanım sizdən baxıb öyrənib. Düzdür? Siz onu hətta eşitimi tutub əlinə siz aparmısınız. Ən birinci böyük bacılarım olubdu. Cinayətimiz oxudu, uzun topuqdan hörükləri vardı, davam eləmir. 17 yaşında ərə verdilər. Kətdə bilirsiniz də qız böyüdü. Deyirik anasına bax qızını al, ona dönmüşdük. Aha. Hə, sonra neçə bacıydınız siz? 6 bacı. Rəhimə bacımız, ikinci bacımız, qardaşım Ataş qarmon çalırdı. Gətirdi. Ümumiyyətlə atam zurna ifadəsi olub. Bəli. Anamın, atamın, hər ikisinin gözəl səsi olub, nənəmin. Ailə başdan ayağa oxuyan olub. Sonra Rəhiməmiz gəldi, Əsəs Zeynal'da oxudu. 2 ildən sonra ailə qurdu. Hər oxuyanı ərə veriblər. Kim ki oxumağa başladı ərə veriblər. Sonra mən gəldim. Mən 92-də bitirdim, 94-də Gülyanaq gəldi. Aha. Gəldi, Gülyanaq davam eləyəndə də mən ailə qurdum. Aha. Sonra mən məzuniyyətə çıxdım. Sonra Gülyanaq 97-də qayıtdım, 96-da yox, 96-da artıq başladım təzədən yavaş-yavaş, amma efir olaraq 97-ci ildə Heyrəti muğamı ilə Qoşa Kamil müəllim, ustadımız Kamil Vəzirov bizi çıxartdı yeni şənliyinə ilk dəfə. Bərabər ilk dəfə onda çıxdınız. Və ulu öndərimiz də görmüşdü. Bizə xəbər gəldi dövlət tərəfindən ki, sizi konsertdə istəyirlər, Heydər Əliyev sarayında oxumalısınız. Və o gedən şansımız 2 bacı başladı bərabər addımlamağa. Bəs yaxşı, valideynləriniz sizi o 2 səhnədə görəndə nə hiss ki, nə deyirdilər? Çox qürur hissi. Əvvəl qohum əqraba biraz küskünləşdi ki, Gülyanaq bilirsiniz. Hərəmizə bir elçi gəlirdi, o deyirdi mən alacam, bu deyirdi mən alacam, ona görə ümküsü olurdu. Amma atam çox dirənirdi ki, oxuyacaqlar bunlar, fəxr eləyirdi. Kişi qürur duydu. Nənəm 98-ci ildə rəhmətə getdi, amma ona qədər nənəm çox müasir olub. Nənəm nələr yazıq arvad, müharibə dövründə getdi, yoldaşı qayıtmadı. Amma beyin inkişaf eləyirdi, qadında baxmırdı ki, kim nə deyər. Deyirdi, yox, hələ o dövrdə qadınlar mübarizdir. Nənəm o vaxtda hətta kənddə, nənəm deputat deyirdilər o vaxtda, deputata kim olubdu? Kənd Sovet, nənəm elə idi. O vaxt şəkdən seçilmişdi. Yəni, bunlar olubdu, nənəm kişi kimi qadın olubdu. Müasir, ürəlini görən qadın olubdu. Dəymin oxusunlar, dəymin onlara. Yəni, o qədər qonşularımız, qonum-qonşu çox hörmətli ailə olmuşuq. Çox gələn gedənimiz çox olardı, qonaqlıydıq hədsiz. Sonra illər sonra biz başda olanda nə qədər televiziyalar evimizin qonağı oldu, tanınmış sənətkarlarımız. Çox. Bəs yaxşı, davamçılar Gülyanaq xanımda bilim məndə qaldı. Biz davam elədik, amma o birisi Gültəkin bacım hətta gözəl səsi vardı, oxuyardı. Elə birdən oxuyurdu. Su attım yara dəydi sana bülbüllər. Və belə oxuyurdu, qız necə oxuyurdu o Allahım. Amma ailə quranda oxumadı. O da oxumadı. İstəmədi, dedi, istəmirəm. Balaca Elnazımız da. Deməli, Gülyanağın adı Elnaz olmalıydı axı. Elnaz, Gülyaz, Məmmədovalar. Nənəm gedir, bizdə elə idi, böyüklər gedərdi xəstəxanaya. Uşaqlar alardılar. O vaxtı, indi türk filmlərinə baxırsınız, uşaq doğulanda qulağına oxuyurlar hər şeyi. Bizdə eləmirlər onu. Bizdə onlar yoxdur. Azərbaycan himnini biz hamımız ayağa duranda oxumalıyıq, oxumurlar. Dayanıb belə baxırlar. Onu oxumaq lazımdır. O bizim canımız, qanımız, vətənimiz, dövlətimiz, bayrağımız, himnimizdir. Yəni, uşaqlarımız da doğulanda qulaqlarına sənin adını qoydum. Nənə, belə olub da, adətən olubdur. O vaxt nənəm də gedib mamama deyib, teşinə qoymayın, gəlirəm. Böyük ol, bax evin böyüyü, atı baba yoxdur, nənə var. Gedib axtarıb cibini, sinəsini, başını, Allah tapanmır ki, mən Gülyanağın adında nə qoyasıydım, Allah nə qoyasıydım. Kağız itib, kağızı tapır, tuman giyinir də, uzun balaqlı tumanlar giyərdilər. Gülyanaq neçənci idi? Gülyanaq neçənci uşaqdır? Gülyanaq 7-ci. Da yazıq neynəsən, 7 ad qalar, yaddan çıxıb da. Nəsə tapanmır, baxır deyir ki, bu yanaqları gülür, elə qoy bunun adı Gülyanaq olsun. Gülyaz, Gülyanaq ardıcı. Sonra aramızda Elat olub qardaşım, Elat. Gülyaz, Elat, Gülyanaq elə. Sonra Elnaz doğulanda onda kağızı tapmışdı artıq. Elnazın adını qoyulur.
Yəni adlar belə nənəm Rəhimə bacım oxuyan bacım deyirəm davam eləmədi. Aha. Onun adını məsələn nənə öz anasının adını qoyub nənəm. Hamısını nənə eləyib. Hə, nənəm qoyurdu. Elatı görəsən niyə qoyub maraq? Elat, hə, Elat maraqlıdır. Elat. Elman, Elat qardaşlarım, Fuad belə bir-birinə yaraşdırıb Çox qoyublar. qəribə. Allah Hə, rəhmət sağ eləsin. olun. Bəlkə Sağ də olun. o nənənin belə deyim şey Uzaq görənliyi olub. uzaq bəlkə də. görənliyi idi ki, Bəli. sizin çox çox şükür ki bu sənətə savadı gəlmisiniz. olmayıb ha, amma sanki bir onda olan savad deyim çox gözəl. Allahın nənəm, vergisi var da gözəl insana. insan. Allah Hə. bəzən o qəlbi açıq Oy, bütün göz. yaslara, toylara nənəm gedərdi. Nənəmlə gözləyərdilər ki, xeyir dua versin. Küsənləri barışdırardı, qoymazdı bir küsülü qalsın. Bütün el adətlərlə nənəm dəvət Adı nə idi? edərdi. Zərnigar. Zərnigar. İndi qardaşım qızın adını qoymuşuq. Aynı gözəl. Eynən xasiyyəti də odur, gözəlliyi də Ad yiyəsinə odur. çəkir. Allahım, eynən. Ad yiyəsinə çəkib, bəli. Düzdür, bizim verilişimiz bir şou verilişidir. Yəni bizim formatımız sosial söhbətləri etməməkdir. Yəni bunun üzərində çox dayanmırıq, amma elə mövzular var ki, onu bir sənət adamlarının dilindən eşitmək, dediyim kimi insanlara bir başqa təsir eləyə bilir. Bugün ailə problemləri, boşanmaların həddinin artması və boşanmış qadın damğası var. Bunu yaşayan bilər nə qədər ağırdır. Çox ağır bir damğadır və bunu yazan xanım da Xəyalə xanımdır. Xəyalə xanım Cavanşir qızı, sözləri, musiqisi Ruslan Səfəroğlu. Yəni o bilinir ki, bunu yaşayıb ürəkdən və siz də o qədər bunu yaşayaraq oxuyursunuz ki, o qədər duyğularla oxuyursunuz ki. Əslində bu fikir Ruslandan gəldi, Xəyalə xanımdan yox. Aha. Ruslan bəy deyir bir hadisə ilə bağlı yaratdı bu mahnını. Ki, yəni bir qadının dedi həyatı o yola getməyi, yəni boşanıb və ağır əzab içində yaşamağını görmüş və ondan yaratmış bu mahnını. Yəni dedi ki, yəni o yola pis mən də demədim də. Yəni ailəsinin dağılmasından gedir. gedir. Hərdə dağılmadan gedir və istəmədim deyir. Bu şey yaşanmağa pis ağır gəlib ona, yaradıb bu mahnını və deməli təklif elədi. Dedim, qəribə gəldi mənə əvvəl. Sonra düşündüm, 3 ay keçdi. Birdən dedi Gülüm, mahnı səni gözləyir, onu sən oxu. İstəyirəm. Düzdür, narazılıqlar olub qıraq kənardan mənə ki, niyə oxuyursan, boşanmış qadın adı yaxşı səslənmir. Dedim, bu real faktlardır, həyatda olan bir şeydir. Elə bu damğanı nə qədər boşanan aradan, qızlarımız bəli. var, boşanan oğlanlarımız var. Tək qızlarımıza şamil olunmur bu mahnı. Elə boşanmış kişilər də var ki, əks tərəf tək biz yıxmayaq da qadınların Əlbəttə üstünə. ki. Elə Ailəsi şey də var, olan kişi haqlı insanlar. daxı. Bəli, bəylərimiz qınamasın məni ki, bu qadınları tərifləyirlər Asiya xan bizi. Amma bu hər iki tərəfdən onu Amma Allah yəni, bilir, bir də onlar bilir. Kim bilir ki, nə baş verir. Əzabı məncə o həqiqətən bərabər çəkə bilirlər. Amma Bəli. o damğa qadınlara daha çox vurulurdu. Daha çox vurulduğuna biraz görə əziyyətini daha çox bu mahnı çəkirdi. yarandı. Bəli, düz gəlib çatdı həmin yerə məqama ki, belə oldu. Bilirsiniz, Ruslan bəy fikrində nə idi? Dedi, qadını yaxşıya da aparan, kişi də pisə də aparan. Özü kişi də, özü kişi olan adam bunu dedi. Çox gözəl dedi. Ona görə bu mahnı yaratdım dedi. Yardım da boşanmış kişi. Niyə demədim? Dedim ki, boşanmış qadın. Əgər bir qadın boşanırsa dedi, onun yaşam tərzi, yaşayış həyatı kişiyə bağlıdır. Elə qəribə danışdı, çox maraqlı temalar danışdı və mən kövrəldim, mahnını oxudum. Oxudum və hələ ki güclü bir şey, nə deyirlər, yayımlamamışam. Çünki mən elə başa düşürəm, siz özünüz ehtiyat edirsiniz. Ehtiyat eləmişdim, amma bugündən başlayıram yayımlanmağa. Yəni məncə ki, ortalığa gəlsin, mahnı dinləsinlər. Hər bir xanımın yox, yəni boşanmış qadınların həyatında, boşanmış kişilərin həyatında olan bir mövzudur. Ona görə bəli, həqiqətən də çünki sözlərinə diqqət eləsə dinləyicilərimiz, yəni burada mənfi bir mesaj da yoxdur. Yəni deyim ki, bir yox, mesaj eləməmişik və Ravin Əliyev bizim gözəl klip meçer rejissorumuz klip çəkdi. Klip də çox təmənnasız çəkdi, açığı deyərəm, təmənnasız çəkdi. Təşəkkürümü eləyirəm, buradan minnətdarlığımı bildirirəm və dedi bu çox insan həyatında yaşanan mövzu olduğuna görə mən bacıma bunu belə hədiyyə eləyirəm, çəkdi də. Və orada aktyorlar oynadılar. Bir çox aktyorlar, hamı təmənnasız və hamısına buradan dərin təşəkkürümü bildirirəm. Hansı söz o mahnıda, hansı məqam tam sizin ürəyinizdən idi?
Mən sənin ağlımda boşanmış qadın, amma mən taleyi gətirməmiş qadın. Gecələr hey ağladım otağımda, şahidim mələklə bir də Allahım. Ən çox bəyən sözlər odur. Mən belə düşünürəm. Ah alıb yaramı qanatmayın. Hamısı, həm hər cümlədə bir həyat var, hər cümlədə bir mövzu var, hər kəlmədə. Əslində bugün həyatımız müasirləşir. Mən səsim yatıb, tamam yatıb. Sizə xəstəlik gəlir, Allah sizə kömək olsun, şəfa versin. Çünki bayaqdan Gülyaşanda bu viruslar, ağır viruslardır, havalar kəskin dəyişdi deyə. Limon. Mütləq. Sonra C vitamini, əziz dostlar. Mütləq. Kalsium qlükanat. Biraz da xoşbəxtlik vitamini. Biraz da xoşbəxtlik vitamini. Mütləq, o lazımdır. Çünki həqiqətən yaxşı mürəbbəli çay. Belə deyək də, o həyatımızda hər şey müasirləşir. Tez-tez yaşanır və bəzi şeylər artıq o bariyerlər aradan qalxır. Amma baxırıq ki, qadınlar kişilərə də aiddir təbii ki. Bəzi damğalar var ki, amma qadınlar o damğanın altında hələ də əzilir. Ona görə bayaq dedim ki, bəzi musiqilərlə mesajlar var ki, hətta bir blogerin təəssüflər olsun. Bir blogerin bu yaxında bir dediyi bir-iki fikri də eşitdim boşanmış qadın haqqında. Yəni bu bir ayıb deyil. Deyil, bu əksinə bu bir kədərdir. Bu bir üzüntüdür. Bu bir qadının bir yola çıxdığı bəyin də yolu yarım qalır. Bu əsla heç bəy üçün də yaxşı deyil. Çətindir boşanmış bir bəy olaraq. Bəli, əziz bəylərimiz. Onların da həyatı yarımda qalır. Sizin də həyatınızda bilirik ki, anlaşılmayan hadisələr baş verir. Sadəcə bəylər biraz belə güclü varlıqlardır. Güclü varlıqlardır. Əzilmirlər bu adın altında. Amma hala əzilənlər də olur. Var. İnsan görmüşəm ki, hönkür-hönkür ağlayıb ailəsini itirmək istəmir. Yox, dərdini demirəm. Məncə dərd bərabərdir. Bərabərdir. Kişilər güclü görünə bilərlər. Amma o acını onlar da qadın qədər yaşayırlar. Çünki kişi də isti yuvası dağılır, övladları pərən-pərən olur. Bir kişi üçün Azərbaycan kişisindən gedir söhbət ki, Türk kişisindən gedir söhbət ki, bizim millətimizdə, kişilərimizdə bu var. Sahib çıxmaq, evlənirsə bu artıq mənimdir, evimdir, yuvamdır və onlar üçün bir ailənin dağılması həyatındakı o namus, qeyrət, özünə verdiyi sözün əlindən çıxması deməkdir. Bu onlar üçün də çox böyük, ağır bir yükdür. Mən dərddən danışmıram. Məncə eyni bərabərlikdədir bu ağırlıq. Onlar da çox kədərlənirlər. Övladının yanından getməsi, özünün evindən getməsi, isti ocağının dağılması çox çətindir. Qadın üçün də dərd çətindir. Sadəcə o yükü daşımaq, qadın əzilir, kişi əzilmir. O qadına biraz damğalar çoxalır. Boşanmış qadın cəmiyyətdə özünü isbat eləyənə qədər ki, mən işləyərək də yaşaya bilərəm, mən öz ayaqlarım üstündə də dura bilərəm, mən nə olsun ki, boşanmış qadınam, mən yenə bu cəmiyyətin bir üzvüyəm. Bunu isbat edənə qədər qadın çox əzilir. Amma kişi onsuz da güclü bir varlıq olduğu üçün, onsuz da işləyərək qazandığı üçün, onsuz da həyatını bu yolda davam etdiyi üçün ona bir çox ağır gəlməyə bilər o damğalar. Qadınlar biraz bu damğa altında əzilirlər. Odur ki, bu mahnını səsləndirməkdə, bu mövzuda danışmağımız, bu mahnını oxuyan xanım belə dəfələrlə həyatını haqqında efirlərdə danışan bir sənətkardır. Bundan çəkinməyən bir sənətkardır. Yəni, bu bir həyatdır, bu heç kimin eybi deyil. Heç kim başına nə gələcəyini bilmir. Sabah həyatında nə yaşayacağını bilmir. Mən efirinizin aparıcısının da ailəsi dağılmış bir xanımam. Yəni, bu boşanmış qadın damğası altında əzilən qadınlardanam. Amma yəni bu müəyyən zaman sonra isbat edirik. Bugün o boyda sənətkar dayanıb qarşımızda ki, çox şükür Allaha, adıyla, sanıyla tanınır, amma o bir həyatın, bəxtin, taleyin gətirməməsidir. Heç bir qadın bunu istəməz, arzulamaz. O bir kədərdir əslində. Çünki amma bir şey də arzulayardım ki, xanımlarımıza dost olsunlar, ayrılanda düşman olmasınlar. Çünki onların balalarını hər iki tərəf görmək çox bəylər bacarmalıdır. Hər iki tərəfə deyirəm mən. Çünki mən, məsələn, övladım görüşür. Atası, ailəsi gedir, gəlir. Körpəlikdən icazə verdim. Çünki bu hamımız Allaha bağlıyıq. Biz Allahdan gəlmişik, orada gedəcəyik. Amma düşman olmayaq. Hamı bir-birini məhəbbətlə, dostluqla. Məhəbbət qurtarıbsa, heç olmasa dostluğa çönməlidir. Övlad xatirinə. Salam, melək, övlad xatirinə. Bir də insan heç olmasa bir keçmiş olub axı. Hörmətlə də ayrılmaq lazımdır. Və bir də cəmiyyətdə belə bir anlayış var. Elə bilirlər ki, boşanmış qadın
elə hamıya boşanmağı məsləhət görür. Yox, Əksinə, yox. boşanmış qadın onun Heç- ağırlığının nə olduğunu bilir deyə. Bəli, heç kimə məsləhət Biz üçün görmürəm. bugün bizi dinləyən belə deyək, həddə olan ailələr varsa, nə məsləhət görərsiniz onlara? Mən yenə də deyirəm ki, əvvəla birincisi ailə qurulanda anlaşılmaq, bir-birini anlamalıdırlar, bir-birinin əziyyətinə qatlanmalıdırlar, bir-birinə müəyyən qədər dözmək lazımdır ki, keçmişdə baxın, görün, hələ görürsünüz, nə qədər danışdılar ki, ay o keçmişdə gəlinlər ayaq yuyublar, Bəli, bəli. bir aylıq örtüblər, yaşmaqlanıblar. Olub da, indi mən başa düşürəm ki, indi o dövr deyil, vallahi Zaman deyil. o zaman deyil, Zaman o bəli. zaman deyil, inkişaf eləmişik, xanımlarımız çadırlarını atıblar, işləyirik, eyni bərabərik kişilərlə. Bəli. İndi qalıb nə? Bir ailədə xasiyyətin uyğunlaşıb xoşbəxt bala böyütmək, xoşbəxt yaşamaq. Biri deyir qaynanı ilə qalmaq istəmirəm, biri deyir bunları da başa düşürəm. Eləsi var doğrudan istəmir də, ayrı qalmaq istəyirlər. Şəraiti varsa, alınırsa, şəraiti varsa qalır da niyə də onsuz da, olmasın. bəli, Amma hə. şəraitsizlik olanda bəzən qaynanalar da başa düşməlidir, gəlinlər də, hamı bir-birinə hamımıza şamil edirəm bu sözü ki, yəni başa düşməyib, hamı bir-birini yola verməsə, ayrılıq baş verir ortada. Mən kiməm ki, ağıl verim kiməsə? Mən kiməm ki, Yox, hərə nəsihət verim? Amma öz fikirlərimdir ürəyindən təbii gələn ki, arzumdur da. bəli, aha. Arzumdur ki, boşanma sayı azalsın. Bu, biz istəsək də dünyanın hər yerində olan bir hadisələrdir. Uyğun gəlmirsə ayrılırlar. Amma ayrılıq dostluqla olsun deyərdim. Qırğınla, müsibətlə, məhkəmələrdə olması çətindir. Bu, mən həssasam, kövrəyəm. İstəyərəm ki, sakit baş versin hər şey. Nə var ki, istəmirsə deyəcək ki, tutmur da bizimki ayrılaq. Yoxsa ay onu döydü, bu bunu yıxdı, sürüdü. Bunları istəmirəm həyatda. Bəli, övladlar xatirinə heç olmasa Övladlar görür, axı, onların beynində o ya qalır, yaralı qalır. Yaralıyırıq biz uşaqları. Oğlunuzun neçə yaşı var artıq, Güləz xanım? 31-ə keçdi. Evləndirmək üçün tələsmirsiniz. Niyə tələsmirəm? Mən hər il tələsirəm. Hətta mənə deyirlər ki, qısqanırsan. Niyə qısqanmır? Balamdır da. Evləndirim də mən də gəlin görüm, nəvə görüm. Öz evlənmək istəmir. Niyə istəyibdi? Dəfələrlə istəyibdi. Bəs olmuyor. Xasiyyət axtarır ki, tutsun xasiyyət. Mən ayrılmaq üçün evlənmirəm ki. Travmanı yaşayıb axı. Ona görə mən deyir, Bəli. istədiyi qızlar da olub da niyə ki? Deyir, mən istəyirəm ki, xasiyyətimiz tutsun, bir yerdə övlad böyüdək, xoşbəxt yaşayaq. Mən geçsin ayrı yaşasın, istəyirsə, rahat yaşasınlar. Mən qarışmayacağam. İstəyər məndən yaşasın. Mən nə deyirəm ki, mənim kimi qaynana hardan tapacaqlar? Yox, Nə Gülyaz xanım kimi qaynana hardan da bir yerdə, yəni ayrı da yaşasa ayrı yaşayar, bir yerdə bir oğuldur da, yəni nə olacaq ki? Allah təki xoşbəxt eləsin. Onlar xoşbəxt yaşasın. Bir ara musiqinin dalınca gedirdi, yenə davam oxuyur, edir. niyə? Yenə oxuyur. Bəs işi Valla oxuyan bu çoxdur da. sayəldədir. Oxuyan o qədərdir ki, efirlər həmişə çağıranda dəfələrlə demişəm, bunu yenə də deyirəm. Məndən niyə çağırırsınız ki? Uşağın gözəl səsi var. Gözəl səsi var. Öz addımlamaq istəyir, əl getmək istəyir. Ana kölgəsində niyə qalsın ki? Halal olsun. Biz bir dəfə efirə yığmışdıq. Dəvət eləsinlər. Oxuyur da, gül kimi oxuyur. Çox oxuyandan da gözəl oxuyur mənim balam. Mənim balamın qiymətini Əlbaba Məmmədov verdi. Allah rəhmət eləsin. Canəl Əkbərov, Arif Babayev kimlər deyiblər ki, ay bala sənin oğlunun nə gözəl şirin səsi var. Teymur Əmrah kimi sənətkar verib. Hamısı sənətkarlarımız, ustadlarımızdan sonra. Amma öz deyəsən bir fəaliyyət yəni nə var da klip çəkir, mahnı yazır, səsləndirir. Efirdə var, Ramazan Şərifzadə yazılanda deyirəm Ramazan ki, sən adını dəyişməliydin. Bu ad səni möhtəşəm addır, gözəl addır. Aha. Ramazan, gör nə gözəl. O gün elə TikTokda qavama çıxdı ki, an kəlməsində nə boyda məna varmış. Niyə dəyişsin ki, oxuyur? Deyirəm, amma heç estradiyona Ramazan uyğun gəlmir. Deyirəm, gətirsən, gətir. Bir dəfə yığmışdıq və verilişimizdə qonaq idiniz, efir, televiziyada. Dedi ki, bəs onda da mən aparıcı deyildim. Redaktor idim, layihə rəhbəri idim. Cümləmdə bunu işlətdim. Dedim, halal olsun, kişi xasiyyəti var, ürəyimdə dedim də, təbii ki, özünə demədim. Dedim, bəs sizi efirə dəvət eləmək istəyirik. Bu da ki, buyurun. Dedim, bəs sabahları mamanızla xalanız qonağımızdır. Doğrudan ha. Dedim, bəs siz də gələrsiniz. Dedi ki, siz məni mamama və xalama görə çağırırsınızsa. Ay, nə qəşəng deyib. Siz məni mən olduğum gün çağırın. Xahiş edirəm sizdən. Mən onlarla fəxr eləyirəm. Amma mən özüm də bir sənətçiyəm axı da. Mənə gərək duyun. Mənə düzdür də, uşaq düzdür də. Mən dedim, halal olsun. Nə qədər olar bu? Nə qədər olar bacı? Hası verilişə mən dəvət eləsələr, deyək ki, Ramazanda gətir. Ramazanda dönür deyir, sən onlara dedinmi ki, mən artıq daha elə bir mamamın yanında istəyirəm, fəxr duyuram, qürur duyuram. Əlbəttə ki, 5 noyabr
bizim əziz dinləyicilərimiz solo konsertimizdə Mahnı Teatrında. İnşallah. Gülyanaqla mənim. 5 noyabr. Bəli, orada bəli, oğlum səhnəyə çıxacaq. Hətta qardaşım oğlu səhnəyə çıxacaq. Sübhan, Ramazan hamısı çıxacaqlar. Ay maşallah. Bizlə gözəl bir proqramla hazırlaşırıq. 5 noyabr. 5 noyabr harda dediniz? İnşallah Heydər Əliyev Sarayında tarixi demirəm, bu sonra olacaq. Aha. Amma bu Mahnı Teatrının Mahnı solistləri teatrında, olduğumuz üçün mən opera teatrının solistiyəm. Orada təbii ki, tamaşalarımız öz qaydasında gözəldir. Amma Mahnı Teatrında ayrı bir konsertimiz var. 5 noyabr. 5 noyabr 19:00-da Mahnı Teatrında biletlər orada Ramazan da olacaq. Bu gün satışa çıxdı biletlər. Aha, ITV-dən ala bilərlər. Hə, dəvətnamə istəməyin, xahiş edirəm, balaca zaldı bilet. Təbii deyirəm də. Yox, Bizi təbii ki, istəyən bu bilet normal alsın bir gəlsin. haldır. Vallah düzün deyim. İndi bu da bir Kiçik bir zal. bunu da bir yazacaqlar. Vallah biz tumka görürsən, gözəl bir çanta. Aha. Çanta deyim də. 70 manat, 80 manat, 100 manat, 150 manat, 1000 manat. Elə gedib alırlar ki, Hə. bir bilet almağa pulu yoxdur. Düzdür. Alsınlar ki, bu mən cibimə qoymuram ki, bu pulu. Bəli. Bu biletlər müəyyən bir xərcliklər üçündür. Bunun siyasəti var, bilirsiniz, təzə yolu var. Bunun səhnə dekorları var, aparaturası var, ansamblı var. Vallah biz oradan heç nə qazanmırıq. Təzə yolu var Teatr, bunun. nə var, Deyirlər nə ki, var? De deyim görüm, sizə, siz də de, bundan de. istifadə edin. De. Deyirlər ki, mən deyirəm ki, təşkilatçı satır bileti, bizə bilet yoxdur. Yo, onu bilirdim. Onu Hə, onu bilirdim. hamıya deyin də Mən qəşəng, birbaşa yaxşı özüm variant. deyirəm də, birbaşa. Onsuz da təşkilatçılıqdır. Vallah Bəli, bizlik bəli. deyil. Gerçəkdən bizlik deyil. Doğrudan. Teatrın konsertidir. Teatrın fonduna da getməyəcək. Teatr konsertin müəyyən səbəb xərcləri var ki, onlar ödəməlidir. Ona görə bu bilet satılmalıdır. Bəli, bilet satılmalı. 5 Bizim noyabr. direktorumuz Ülviyə xanım Bəbirli bəli təşkil edib bu konserti. Mahnı Teatrının rəşd ansamblı. 5 noyabr. Buyurun, söz sizdədir. 5 noyabr Mahnı Teatrında Gülyanaq xanım və hətta Gülyanaq və Gülyaz xanımın qardaşı oğlu, Gülyaz xanımın oğlu Ramazan bəy və bir çox digərləri də olacaq, düzdür? Yox, ancaq siz dörtlü. Çünki konsert indi qəşəng düzün olacaq. deyim də, niyə? Hamısı bizi. Bütün mahnılar, nəğmələr bizi istəyənlər gəlsinlər. Artıq konsert uzun olmur axı. Hə, düzdür. 1 saat 20 dəqiqə, 1 saat yarım saatı keçməməlidir. Ona görə istəyirik ki, istəyərlərsə tamaşaçılarımız orada artırlar, istəməzlərsə yox. O təbii ki, istəyirlər. Buyurub gələ bilərsiniz. Təbii ki, istəyəcəklər o cür canlı Mən sizə bir şey deyim, Mahnı eşitdirməyən Teatrının olmaz. dayanmır axı, konsertlər çoxdur axı. Deməli, konsert bitir, tamaşaçılar getmir. İnanın, bax orada Əlbaba müəllimin adına konsert keçirildi. Müəyyən dahilərimizin, sənətkarlarımızın xalq mahnıları 29-u sentyabr xalq mahnılarıdır. Aha. 30 sentyabr Sadiq müəllim kim? Onun yubileyidir orada. Yəni sizi inandırıram ki, tamaşaçı getmir. Rəşid Beytovun anım günü keçirildi. Hamı belə oturub qəşəng. Çünki Baxırlar ki, görək davam eləyəcək. əgər indiyə qədər getməmisinizsə, milli musiqi, canlı musiqi eşitməyə, deyim Hamısı sizə, canlıdır orada, fonoqram yəni yoxdur. deyirəm ki, gedin. Çünki Bəli. efirdən eşitdiyinizlə o canlı oturub qulaq asdığınız arasında çox böyük fərq var. Fərq var, çox. Ruhuna girir. Həqiqətən Bunlarla adam şirin durmaq münasibət, istəmir. şirin söhbətlər, qəşəng belə. Respublikamızın xalq artisti Gülyaz Məmmədovadır qonağımız. 099697977 yazan dinləyicilərimizdən bir neçəsinin mesajını səsləndirim. Gülyaz xanım, mövsümdən qayıtmışıq deyə biraz daimi dinləyicilərimiz də yəqin ki, hələ fərqində deyirlər ki, biz qayıtmışıq. Çünki normalda daha çox suallar verənlər olurlar. Deməli, nə yazıblar? Salam, sənətinizi sevən və daimi izləyən biri olaraq mənə maraqlıdır. Teatr və televiziya sizin üçün fərqləri nədir? 30 kredi soruşur. Burasında geniş bir, Böyük bir mövzudur. amma kiçik bir fərqini sizdə yaratdığı hiss olaraq deyə bilərsiniz. Teatr mənim iş yerimdir. Çalışdığım dövlət teatrıdır. Bəli, orada həm tamaşalar oynayıram, həm ürəyimin elə sanki o obrazın içində oluram. Özümü həm keçmişdə oluram, həm gələcəkdə. Teatr mənim üçün gəncliyim. Doğrudan nə mənada. Yəni o teatrda hamımız həyatımızda sevmişik də. Sevgi, məhəbbət dolu bir tamaşalardır. Allah hamını axırdı xeyirləsin. Təəssüf ki, obrazlar axırı faciə bitir. Teatrda nədənsə. Xoşbəxt sonluqla bitəndə o hadisəyə çevrilmir. Çevrilmir, hə, vallaha. İş yerimdir. Oradan həm tam etiraf eləyək də, obrazı oynayırıq, sevinirik, gülürük, maaş alırıq, yaşayırıq. Televiziya amma bambaşqa şeylərdir, bir-birinə eyni deyil. Amma televiziya hamının evinə qonaq gedirik.
Ha, bayaq dedim. Biraz Burada öncə artıq dedim. Gülyaz Burada artıq Məmmədovasınız. Orada müxtəlif rollardasınız. Rollarda Telliyəm, Leyliyəm, Telliyəm, Şahsənəməm, Gülbaharam teatrda. Bu laf gözəl cavab olsun. Tam deyim da. Teatrda Leyliyəm, Telliyəm, Şahsənəməm, Gülbaharam, xanəndə qızam. Amma televiziyada Gülyaz Məmmədova öz nəğmələri ilə, mahnıları ilə, yəni operada tamaşalar, televiziyada nəğmələr. Bəli, bu da sizə Belə, cavab olsun. Bu daha Bir gözəl zəngimiz cavab. var, bəli. Alo. Alo, Salam aleyküm. salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun Eyşən bəy. Çox sağ olun, necəsiniz? Biz yaxşıyıq. Siz necəsiz? Mən öz yerlilərinin səsini eşitdim, daha da gözəl oldum. Ay, salam aleyküm. Salam Gülyaz xanım, mən sizi salamlayıram, bütün studiyanı salamlayıram. Allah sizi can sağlığı versin. Mən Şəkinin Şəki kəndində yaşayan adım Elşəndir mən. Aha. Mən sizin kənddə, Böyük Dəhnə kəndində işıqda işləmişəm və onu və sizin ailəni çox gözəl tanıyıram. Qardaşınız, biz Ataş deyirik ona, Ataşla da böyük hörmətimiz var. Aha. Aha. O qədər sizlərə belə bir gözəl münasibət bəsləyirəm ki, şəxsən mən də mənim ailəm. Yəni sizi həmişə belə, necə deyim, ucalarda olasınız. Sağ olun. Və istərmişəm ki, sizi həmişə, necə deyim, yaxından görüm o qismət olmayıb. Dəfələr Nasaiz evinə gələndə mən o kənddə olmuşam, sadəcə olaraq görüşə bilməmişəm. Amma Fuadla, Ataşla həmişə görüşürük. Var olun, sağ olun. Allah sizləri həmişə var eləsin, Gülyaz xanım. Sağ olun. Çox sizləri sevirik, biz də, ailəmiz də, Qarşılıqlı. evlatlarımız da. O cümlədən o Şəki kəndinin hamısı da. Qarşılıqlı. Bildiyiniz də Şəki kəndi haralı, qonşu Bəli, kənd. bəli, Aha. bəli. Sualınız var? Sualınız Bir dənə var? bir dənə xahişim odur ki, o bir mahnısı var o Gülyaz xanımın, yoxsa Gülyana xanım hansısa oxuyur. Bu ömrü necə yaşadım Bildim deyə onu belə. deyəcəksiniz. Yox, onu Gülyanaq oxuyur. Onu Gülyana xanım oxuyur. Həm də bugün qonağımız Gülyaz xanımdır. Həm də o qədər də kədərləndirməyək də. O qədər kədərli bir mahnıdır. O qədər. Ona görə bu gün xoş əhvallı mahnılar oxuyuruq. biz- Tamam, necə Çox sağ olun istəyirsiniz? Qoy Eyşən bəy. tək onların könlü xoş olsun. Bir də, Allah amma- sizdən razı olsun. Amma xahiş edirəm, şəkillərin o cür şirin ləhcəsi var. Bir öz ləhcənizdə bir qəşəng bir sözlər Xeyr, mən çox üzr istəyirəm. Biz əslən qərib Azərbaycanlıyıq və biz 70-ci ildə gəlib Şəkinin Şəki kəndində yaşamışıq. Hə, yəni ləhcə Amma yoxdur mən da. deyim ki, hiss olunur. Biraz ləhcə hiss eləyirəm. Mən hiss edirəm Var, Şəkili- əlbəttə ki, mən özüm burada doğulub, burada bir şəkildə doğulub, şəkildə Gördünüz, böyümüşəm. Şəkili kimi danışır. Şəkillər gördünüz, hə. əsəbləşəndə ləhcəyə keçirlər. Mən onu hiss eləmişəm. Əsəbləşdirim sizi bir görüm, əsəbləşəndə bir göz o yeyimlə bir Ha, indi kez o əsəbləşmirik, biz hamımız yaxşı olduq. Sağ olun. Ay. Biraz sağ olun. şansına uğurlar yenə, Çox sağ evlatlarınıza da uğurlar, gözəl balalarınız var, oxuyurlar maşallah, eşitmişik, bilirik. Çox sağ Allah olun, sizə can qardaş. sağlığı versin, uğurlar Çox olsun sağ sizə olun. həmişə. Sağ olun. Var olun, Çox sağ olun minnətdaram. Eyşən bəy. Sizə də təşəkkür edirik zənginizə görə. Çox sağ olun. Hasan göz o yemə. Sağ olun. Sevirəm mən Var şəkil olun, ləhcəsini. Deməli bir dinləyicimiz də yazıb ki, mükəmməl Ayşə xanım, hə, məni tərifləyirmiş. Hə, eyb yox. Bu da olar. Ayşə xanım sizi və Gülyaz xanımı Qarabağdan salamlayıram. 67 48. Aleyküm salam, aleyküm salam. Oh, Qarabağım. Pağıllığım tutur Ay, oradan bacı, bizi oğlum, salamlayan. getdiniz, getməz. Ha, getmişəm. Ay, o Laçın yolları, Şuşa yolları görmüsünüz. Zəngilana getdim. Ay, Zəngilana maşallah, getməmişəm. maşallah. Yəni Ağdamdan belə keçirsən, Yəni, Ağdam. Azərbaycan Oy, dövlətinin Füzuli. qüdrətini görmək istəyəndə bir də oralara Maşallah, görsünlər ki, bu qısa maşallah. zamanda nələr tikilib. Allah şəhidlərimizə rəhmət Amin, eləsin. amin. Allah Allah qazilərimizə can qazilərimizi sağlığı versin. qorusun. Bizim ali baş komandanımıza Allah can sağlığı Amin. versin. Allah əsgərlərimizi qorusun. Hamısını, Bəli. ailələrini, hamısını. Və bu cür igid oğulları böyüdən analara, atalara Allah can sağlığı versin ki, o vətənpərvər ruhlu oğulları da Bəli, böyüdən bəli. valideynlər var. Gülyaz xanım, Can. Şabran rayonu Ağbaş kəndindən sizi salamlayırlar. Şabran mahnısı 95-84. oxumuşam. Sonra bizim Hüseyn müəllimimiz salam deyir, dua eləyir. Bizim bir dinləyicimiz var, sağ olsun. Həmişə yığır, o qədər gözəl ürəkdən dualar eləyir ki, biz də onu salamlayırıq. İstəmirəm, Gülyaz xanım həm dərsdən gəlmişdi, həm də əslində demişdim ki, biraz da artıq eləyəcəm. Çünki 15 dəqiqə gec başlamışam. Amma yox, məncə bir söhbəti Ürəyində nəsə qalıbsa soruş. şirin yerində danışıb sağollaşmaq lazımdır ki, biraz da gələn dəfə axı bura qonaq gəl Gələrəm, söz bizədir. verirəm. Qapımız açıqdır da, yəni bu gedişlə elə gedin ki, bir də Nə zaman gələsiz. desəz gələcəm. Can, ürəyimdən. çox sağ olun Gülyaz xanım. Allah sizə can sağlığı Sağ olun versin. can. Sağ O olun. həm bir qadın olaraq özünüzə arzuladığınız ən gözəl həyatı yaşayasınız. Sağ olun. Sənətkar olaraq onsuz da çox gözəl zirvələri yaşayırsınız. Amma bir sənətkarın ən böyük mükafatı sevgini görməkdir xalqdan. O sevgini daim hiss edəsiniz, görəsiniz, canlı-canlı yaşayasınız bunu ki,
bu xalq üçün, sənət üçün fəda etdiyiniz illəriniz, canınız, sağlamlığınız var. Onu o sevgi ilə doldurasınız geri inşallah. Amin. Canlı salam olsun. Oğlunuzun toyunu görəsiniz, nəvə nəticə görəsiniz inşallah. Mən sizə baxa-baxa artıq hiss edirsiniz ki, baxış gedir. Hə, sənətinizlə bağlı. Nəsə oluram, soyuqlayıram yəqin. Qarşısına alam tez. Fəxriyə xanım yanına qaçacağam. Faniyyatımız. Salamlayıram onu da, ürəyimizi, canımız. Çox sağ olun gəldiyiniz üçün, vaxt tapıb gəldiyiniz üçün. Mövsümü sizlə açdığımıza görə gözəl oldu. Üzrlü sayın ki, bu günə qədər gəlməmişəm, səhv eləmişəm, gələcəm. O da zamandan dürəyim. Baxın, vallaha, dərslər, studiya zapislərim, konsertlər, erşənliklər hər dəfə olmuş, artıq əvvəlki zaman deyil. Əvvəl o gün də oxuyan o qədərdir ki, daha bizə vaxt qalmır. Konsertlər, yubileylər, məşqlər, ev özü. Yəni buna görə biraz ola bilər ki, gəlməmişəm, amma söz verirəm. Sən nə zaman desən, mən qaça-qaça gələcəm. Çünki səni çox sevirəm, Ayselin. Mən də sizi çox sevirəm. Kollektiviniz gözəl, aura gözəl, söhbət gözəl. Qonaq gəl bizənin qapıları açıqdır, Yurd FM-in qapıları açıqdır. Nə vaxt istəsəz buyurun, gəlin. Təşəkkür edirik ki, bu dəyərli vaxtınızı bizə ayırdınız, bu qaça-qaçda gəldiniz. Çox sağ olun. Biz çox sevindik. Mən də sevindim. Mövsümü də gözəl açdıq. Dəyərli dinləyicilərimiz, siz də çox sağ olun ki, o qızıldan dəyərli vaxtınızı bizə ayırdınız və o vaxtınızı gözəl keçirdinizsə, biz də demək ki, işimizi mükəmməl şəkildə həyata keçirmişik, özümüzlə fəxr eləyə bilərik. Əgər məmnun ayrılırsınızsa bizdən, çox sağ olun. Yurd FM-i dinləyin, qonaq gəl bizəni dinləyin. Yurdumuzun insanı ilə, yurdumuzun musiqisinin qovuşduğu dalğadır bu dalğa, 90.7 FM. İnanın ki, bunu tam səmimiyyətlimizlə deyirik. Yalnız və yalnız milli musiqimizin yaşaması üçün fəaliyyət göstərən bir radiodur. Heç bir təmanna, heç bir reklam, heç bir maddiyyat güdmədən yalnız və yalnız musiqimiz yaşasın deyə fəaliyyət göstərir Yurd FM-imiz. Elə siz də dinləyin ki, biz də daha yaxşı yaşayaq, özünüzə yaxşı baxın. Salamat qalın. Yenə gələcəyik, hələlik. Gəlsə